Edessa döyüşü. Eramızın 260. ilində Sasani Fars imperiyası ilə Roma imperiyası arasında baş verən və Roma imperatoru Valeriyanın Edessada sarsıdıcı məğlubiyyəti ilə nəticələnən döyüşdür. İmperator Valeriyan Edessa döyüşündə canlı olaraq əsir götürüldü. Bu, qədim dünyada görünməmiş bir şok idi. Bəzi mənbələrə görə Kral Şapur hər dəfə atına minəndə İmperator Valeriyandan ayaq dayağı kimi istifadə edirdi. Bu, bütün Roma imperatorluğu üçün çox alçaldıcı hadisə oldu. Sonda Valeriyan bir imperator və insana yaraşmayan şəkildə öldürüldü. Bədəninə müharibə qəniməti kimi saman dolduruldu. Şapurun qələbəsi Romalılara qarşı rüsvayçılıq kimi daşa həkk olunmuşdu. Kral 1. Şapurun da şəkili daş lövhələrə həkk olunmuşdu. Bu təsvirdə o, at belində Valeriyanı ayaqları altında diz çöktürməyə məcbur edirdi. Bu, o dövrdə güclü təbliğat simvolu idi.